Kişilərdən müayinə zamanı adətən biz ginekoloq olaraq, yəni bizə analiz lazım olan əsas şey uşaq olması üçün cinsi aktivliyin normal olması və bir də spermoqrammanın normal olmasıdır. Lakin spermoqrammanı orada verim, o klinikada verim, gətirsəm olarmı, bu klinikada olarmı? Qeyd edim ki, spermoqramma elə bir analizdir ki, bu obyektiv deyil, subjektiv bir baxılır. Yəni mikroskop altında ona baxan şəxs mikroskop altında baxır, aparat ölçmür onu. Və klinikaların çoxunda spermatozoidlərin sayını, hərəkət faizini deyirlər. Yəni problem yoxdur burada. Amma burada morfologiya önəmlidir, quruluş önəmlidir. Morfologiya haqqlarında çox vaxt analizlərin cavabında morfologiya haqqında bir şey yoxdur ya da varsa baxırsan ki, uyğunsuz bir cavab var. Ona görə spermdə, yəni kişilər verdiyi bu analizdə yaxşı bir laboratoriyada baxılmalıdır. İndi qan analizi demək olar ki, bütün laboratoriyalarda aparatlar vasitəsilə yoxlanılır və bunlar da bir-birinə yaxın aparatlardır. Adətən böyük bir problem olmur. Amma bu sperm cavabında fərqli çelişkilər ola bilər, fərqli problemlər ola bilər. Ona görə bunu özəlliklə tək mikroskopa baxan həkim deyil, tək spermlə uğraşan, yəni spermoqrammanı yaxşı baxan bir həkim, özəlliklə embrioloqlar buna baxır, bioloq embrioloqlar, onlar çox daha yaxşı bizə bilgi verə bilir. Çünki hamiləliyin gedişatı üçün, özəlliklə təkrarlayan, hal-hazırda görürsünüz də təkrarlayan inkişafdan qalmalar, yəni eşidirsiniz, daha doğrusu eşidirsiniz, təkrarlayan inkişafdan qalmalar həddən artıq artıbdır. Təkrarlayan inkişafdan qalmaların əgər 50% səbəbi xanımdırsa, 50% səbəbi də kişidir, sperm faktorudur. Çünki bir embrionun, bir bəbəyin sağlam olması üçün həm anadan yaxşı yumurta hüceyrə almalıdır, həm də atadan yaxşı sağlam spermatozoid almalıdır. Bunlar anadan sağlam deyiləm alıb, atadan aldığı spermatozoid yaxşı deyilsə, ya o hamiləlik baş tutmur, özəlliklə kimyasal hamiləlik bu vaxt çox vaxt olur. Kimyasal hamiləlik nə deməkdir? Qadın deyir ki, həkim, aybaşı gedişdi, test elədim, müsbət oldu. Getdim, analiz verdim, azmaz çıxdı, amma sonra da aybaşım başladı. Yəni, bu kimyasal hamiləlikdir, qanda göstərir, test müsbət olur, amma ultrasəs müayinədə görsənmir. Çünki o embrion zəif olur və hamiləlik davam edə bilmir.